Bu dəfəki qonağımız hamının yaxşı tanıdığı tarixçi etnoqraf, ziyalı Təvəkkül Sələmovdur. Təvəkkül müəllim, bilirik ki, hamısı ailələr və talelər verilişindən sevib və sizin çıxışlarınız həmişə təqdir olunub. Maraqlıdır, ailələr talelər verilişi daha maraqlı idi, yoxsa indiki sosial verilişlər? Əlbəttə o dövr daha maraqlı idi. Yeknəsəklik yox idi, təkrarçılıq yox idi və qoyulan məsələlərin müzakirəsi tam real faktlara əsaslanırdı. Verilişin aparıcısı əməkdar artist Nailə xanım İslamzadə özü bir aparıcı olaraq çox ciddi bir insandır. Ona görə də onun verilişə aparılmasında bütün nüansların Azərbaycan televiziyasının ən yaxşı istiqamətlərinin o verilişdə öz əksini tapmasına səy göstərərdi. Və çağırılan mütəxəssislər, ekspertlər Nailə xanımın o tutduğu yol, yəni ki, tamaşaçını qane edəcək, öyrədəcək maarifçilik verilişi kimi o ekspertlər də bu yolun yolsuz olurlar. Və mən bir məsələni deyim ki, ailələr talihlər verilişi ilk teleşoudur. Yəni, o dövrdə ilk teleşou olub. Yəni, birbaşa insanların, xeyli saylı insanların iştirakı, bəzən onların dindirilməsi, məsələyə münasibəti, çəkinmədən öz ürəklərindən keçən bu və ya digər məsələnin ortaya qoyulması üçün onlar da cəlb olunurdu. Yəni, onlara da şərait yaradırdı. Özü o dövrdə biraz da indi maşallah telekanallarda oxuyan olsun, nə bilim, hansısa sahənin adamı olsun, heç belə deyək də verilişi aparana bir yerli söz deyim, mafar vermirlər. O qədər danışmağa meyillənirlər, o qədər danışmağa istiqamətlənirlər ki, heç bəzən aparıcıya ehtiyac olmur. Özləri sual verir, özləri cavab verir. Ancaq o dövrdə 90-cı illərdə, yəni hardasa 87-ci ildən bu veriliş araya gəlib. O zaman deməli bizim özümüz üçün də verilişdə iştirak eləmək, müəyyən sualları işıqlandırmaq, müəyyən ciddiyyət tələb edirdi. Çünki bizə o dövrdə mənim bildiyim səviyyədə təkcə sıravi vətəndaşlar yox, həm də müəyyən məmur təbəqəsi baxırdı, münasibətini bildirirdi və biz də bundan çıxış edərək, yəni həm vətəndaşların maarifçilik ideyaları əsasında formalaşmasına, həm də ki, dövlətimizin qoyduğu o xətt istiqaməti insanlara yönətmək, başa salmaq istiqamətində mümkün variantlardan istifadə etməyə çalışırdıq. Təvəkkül müəllim, maraqlıdır, bu maarifçilik ideyalarından danışdınız. Hazırda olan sosial verilişlər bu maarifçilik ideyalarını doğru, dürüst təbliğ edə bilirmi? Bu verilişlərin səviyyəsi istiqanə edirmi? Ümumiyyətlə, bura gələn ekspertlərin səviyyəsi, onların ictimaiyyətə olan münasibəti istiqanə edirmi bir ziyalı kimi? Yox, yenə də deyirəm ki, mən o dövrü görən və sonra da təkcə ailələr talihlər verilişində yox, o dövrdə az çox kütlə içində o ekspertlər, o cümlədən mən də qismən də olsa populyarlıq qazanmışdıq. Yəni hələ indiyə qədər də bir para adamlar məni hələ ailələr talihlər verilişinin iştirakçısı olaraq salam edir, münasibət bəstəyə qaldı ki, indiki mənada mən heç kəsin çıxışına, demək deyək ki, telekanalda hər hansı bir məsələyə münasibətində kölgə salmaq istəmirəm. Və onların içində qanunedicilər də var, hətta bir qədər dərinə yetsək, yaxşıları da var. Ancaq elə görürsən ki, o münasibət bəzən sərgilənir ki, sadəcə olaraq o söhbətləri, o münasibətləri telekanalda etməzlər. O söhbətləri, belə deyək də, 3 adam, 5 adam, üzr istəyirəm yenə tamaşaçılarımdan, çayxana münasibəti bəsləmək olmaz. Çünki bizi, mən bayaq bir söz işlətdim ki, milyonlar deməyək, minlərlə insan bizi izləyir və xüsusən də gənc nəsil bizi izləyir,
Yəni indiki söhbətdən gedir. Gənc nəsil yaşlıların ekspert adı ilə təqdim olunanların, halbuki onların çoxu ekspert deyil ha. Yaxşı ki, axır zamanda onları qonaq adı ilə təqdim edirlər. Bu daha yaxşıdır. Çünki ekspert artıq o işin bilicisi sayılır. O işin doktoru sayılır, həkimi sayılır. Ona görə də yaxşı gəlir qonaq kimi təqdim olunur. Lakin buna baxmayaraq gənc nəsil telekanalda deyilən hər hansı bir sözə az qala Quran ayəsi kimi baxırlar. Açıq deyirəm ki, xüsusən son zamanlarda bəzi özəl kanallar heç inciməsinlər sözlərimdən deyək ki, dəvət olunan insanları səbəbsiz yerə, heç bir səbəb olmadan bir-birinə qarşı belə deyək, biraz doğru dillə, biraz da kobud deyim, qaldırmaq, sonra məsələn, bir il bundan qabaq ciddi bir insan kimi, məsələn, mən şəxsən qəbul edeyim, hansısa bir müğənnini, xanəndəni və yaxud da digər bir sahənin adamını bir ildən sonra kanallar belə deyək, adam necə desin ki, kanallar inciməsin adamdan. Bəzən görürsən, elə suallarla, elə münasibətlə onları bir qədər öz mövqeylərindən çəkilməyə, biraz belə aşağılamağa hətta salınır. Bu isə yaramaz. Mən bir daha, yəni, yenə deyirəm, sözü ikinci dəfə təkrar edirəm. Yaşıma görə, başıma görə, bəlkə də müəyyən qədər haqqım var. Deyim ki, Azərbaycan telekanalları, özəl telekanalları bizim mədəniyyəti yüksəltsinlər. Belə deyək də, o tində danışılan söz səviyyəsinə gətirməsinlər. Mədəniyyətimizə də münasibətdə, elmimizə də münasibətdə, o insanlar ki, ekspert qismində oturur, onların da bir seçilməsində, çünki onların sözü qəbul olunur, onların sözü eşidilir, qoy izləyici azıqlarına gəlməsin, daha yaxşı söz eşitsinlər, daha yaxşı tövsiyələr qəbul etsinlər və onların sözü xalqımızın mədəniyyət sahəsində qazandığı uğurların təzahürünə çevrilməlidir. Təvəccüh, mən çox maraqlı bir məsələyə toxundunuz. Ümumiyyətlə, maraqlıdır, ailə məişət mövzularının, xəyanət, digər məsələlərin efirlərdə müzakirə olunması nə dərəcədə doğrudur? Qətiyyən. Mən deyim sizə ki, axır ötən ildə deyək də, bu il təzə başlayır. Ötən ildə bir neçə bu mövzuda temalar qoyulub, müzakirə edən verilişlərə bir-iki dəfə getdim, sonra daha getmədim. Yersiz çıxmasın, məndən bəlkə mini var Azərbaycanda, ancaq mən özümə layiq bilmədim ki, ən azı yaşıma görə, deyək ki, kimsə əri ilə savaşır, kimsə qaçmış həyat yoldaşını bir neçə aydan sonra çağırıb, az qala qarşısında diz çökməsi. Mən milli mentallıqdan danışmıram, heç milli mentalitetdən danışmıram, adət-ənənəni gətirmirəm ortaya ki, ayıbdır. Amma mədəniyyətdən danışıram. Mədəniyyət axı ümumbəşəridir. Ümumbəşəri mədəni tələblər var, mədəni çağırışlar var. Onları pozmaq olmaz. Onlar bütün ailələrin, Amerikanın da, Almanın da, deyək ki, Çinlinin də, Azərbaycanın da o mədəniyyət var. O mədəniyyətin fundamenti var. O bütün xalq üçün eynidir. Təvəccüh, adət-ənənələrdən, milli mənəvi dəyərlərdən danışdınız. Maraqlıdır. Son zamanlar boşanmaların sayı artıb. Bu nə ilə əlaqələndirirsiniz? Bu televiziya kanallarına, bu telefonlarda o qədər ailənin dağılmasına xidmət göstərən məqamlar var ki, onları aradan götürmək lazımdır. O məsələlər bayağı dedik ki, o deyək ki, kimsə yoldaşından ayrılır, kimsə uşağından ayrılır, kimsə uşaqsız ayrılır. Onların telekanallara çıxardılması əslində boşanmalar. O gün birinə baxıram, bəlkə də çox danışıram. Deyir ki, 3 uşağı var, qadın. 3 uşağı var. Yoldaşından, ərindən aralaşıb 2-3 ay ərzində gedib bir başqası ilə
oturub durub, güya ona həyat yoldaşı kimi gedib, ondan da bağışlayır mənə, hamilə qalıb. İndi bu ikinci ərim onu imtina edir bundan. Bu da gəlib televiziyaya, kanala şikayətə ki, mənə kömək edin. Kanal da cəhd göstərir ki, bu qadına kömək eləsin. Bu xeyirxahlıq deyil. Bu gətirib ora çıxardır ki, sabahları gedginən, onunla, moyla, gəzginən, ailə dalcına. Sonra bilirsən ki, müraciət elədiyin yer var. Bugünkü o özəl kanalların, o proqramları ki vardır, bəlli proqramları. Ancaq elə, vallahi inciməsinlər sözümdən. Bu ailə məsələlərindən o qədər daxil olublar ki, adam məətəl qalıb ki, siz bəyəm ki, zaks idarəsiniz. Siz bəyəm nəsi? Və yaxud da ki, müəyyən məsələlərdə cinayət məsələlərini elə şişirdirlər ki, adam məətəl qalır ki, axı, sən istintaq orqanısan, istintaq aparırsan. Axı, sənin istintaqın düz deyil. Sənə bu səlahiyyəti kim verib? Hansı kanalın rəhbərliyi sənə səlahiyyət verib ki, sən istintaq səviyyəsində veriliş aparırsan? Olmaz. Heç olmaz belə şeylər. Nəticədə o boşanmaların, yəni, deyirəm ki, belə şeylərdir. O, ictimai, o, mühitdə yaranan, bilirsən, məktəblərdə də müəyyən günah var. Var. Nə baxımdan? Nə baxımdan? Bir söz, indi mən bilmirəm, siz məktəblərlə, mən yazı-pozu adam olduğuma görə məktəblərlə də əlaqəm vardır. Görürsən ki, şagirdləri boş buraxırlar. 4-cü sinifdə, 5-ci sinifdə hamısının yanında bir dənə telefon. Kitaba baxmaqdan, müəllimə baxmaqdan aşağıda telefona baxır. Olmaz ki, ya, bu telefonları məktəbə gələndə gətirməsinlər. Və nəticədə hələ heç dünyanı dərk eləmədən o pis əməllərin yolçusuna çevirirlər. Qabaq ayıb bilərdilər. Evdə qadın, kişi artıq əşlik bir hərəkət eləyəndə qonşular onu qınıyardı, valideynlər onu qınıyardı. Böyük bacımdır, ilkidir, atamın ilki çox istəyirdi atam onu. Həddən ziyadə çox istəyirdi. Ərə verildi, getdi. 1-2 ildən sonra evdə nəsə söhbət olub yoldaşı ilə. Azıqlanıb, azıq eləyib, durub gəlib. O mənim nənəmin, ata nənəmin yanında qalırdı. Durub gəlib bura. Axşam oldu. Nənəm deyir ki, ay qızım, nə getmirsən eşiyivə? Deyir, yox, getməyəcəm da. Necə ya getməyəcəm? Nə getməyəcəm da. Bəs yoldaşım mənə belə dedi, filan dedi, Bəhman dedi. Dedi, hə, yaxşı. Mən deyən, atı o səni çağırırım. Zəng onda zəng zadı yoxdur. Bir aytin içində dedi ki, oğlunu çağırır mənim atamı. Deyir, bu sənə istədiyin qızın evindən açıq eləyib. Deyir ona ki, Elmirə, sən bilirsən, mən səni özümdən artıq, canımdan artıq istəyirəm. Sən belə hərəkət əvvəla eləyə bilməzsən. Mən varam. İkincisi, heç eləməzsənlə. Gənə mən varam, atom. Dur, başını saçığa, geri çıx gedir. Ən əziz, ürəyi qədər, canı qədər istədiyi övladı bir gündə qoymadı qalsın. Atası evində qoymadı, ged evində, ocağında qal gənə. Bilirsən? Yəni, mən deyirəm ki, düzdür, indi müəyyən problemlər var, müəyyən dolanışıq problemləri olur, müəyyən cürbəzi giyim problemləri olur, cürbəzi sözdən söz çıxardırlar. Sözdən söz çıxardırlar. Təəccübən, maraqlıdır gənclərə, yeni ailə quran insanlara tövsiyələriniz nələrdir? Birinci tövsiyəm bilirsən nədir? Allahın bir adı da səbirdir. Birinci tövsiyəm səbirli olmaq. Mütləq səbirli olmaq. Bax, indi görürsən gəlir 5 gündən, 3 gündən sonra gəlir hansısa deyək ki, dolanışıq problemi çıxır ortaya. Olur da, bu indi gizli deyir ki, deyək ki, gənclər səbirli olmalıdır. Xüsusən biz o düşüncənin sahibiyik ki, evdə böyük 2 xeylağı sayılar. İndi təbii bəzi ailələrdə bu həyat elə gətirib gəlir ki, bəzən görürsən ki, ailənin həyat davranışına qadınlar rəhbərliyə gelir. Burada bir problem yoxdur ki, hüquqca, insanlıq baxımından qadınla kişi elə birdir. Bunu dinimiz də deyir, konstitusiyamız da deyir. Amma qadınların həm də bir vəzifəsi var, bir borcu var. İnsanlıq qarşısında, Allah qarşısında evdə qadın həm o evi yıxar,
həm o evi tikər. Qadın ev yıxan və ev tikəndir. Ev tikən qadın orijinal. Sən bəzi şeyləri güzəştə gedirən, kişi biraz emosional olur, kişi biraz təbiət etibarıyla biraz sərt olur. Bizim qadınlarımız, xüsusən gəlinlərimiz, cavan qızlarımız kişilərə qarşı, bu elə belə deyim də, biraz mərhəmətli olursa nə olar? Kişilər də, yəni cavan gənclərdir, elə bilməsin ki, bu söz var, deyir, qız almaq. Qızı almaq, qız əmtəyə də öyrək. Malmadar, bazar malı da öyrək, qoyun quzu da öyrək. O insandır. O insandır. Ona da insan kimi rəftar göstərmək lazımdır. Bu qarşılıqlı olmalıdır. Həm qadın kişiyə qarşı, gənclərdən gedir, həm də kişi qadına qarşı. Səbirli olun, səbirli olun. Çətin günün ömrü az olar deyiblər. Ona görə səbirli olmaq lazımdır. Sonra belə deyək də, bu günləri yağlı tapmısan, sabah yağsız tapmısan. Nə olar, sabah yağsızı yiyirən. Yenə də Allah yağlı da yetirər, Allah bol da yetirər, ruzun. Allah kim səbr eləsə, kim dözsə, Allah onun ruzusunu bol eləyir. Ola bilsin, biraz gec olur, ancaq bol olur. Bəs valideynlər övladlarını necə tərbiyə eləməlidirlər? Övladın tərbiyəsi ilə ana məşğul olmalıdır, yoxsa ata məşğul olmalıdır? Necə övlad tərbiyə olmalıdır ki, o cəmiyyətə, ölkəsinə, dövlətinə layiqli bir gənc kimi formalaşsın, layiqli bir vətəndaş olsun? Təbii ki, uşağın tərbiyəsi evdə olur, atanın, ananın rəhbərliyi altında. Uşağın tərbiyəsi birbaşa ana ilə əlaqədardır. Təbii ki, ata kənara çəkilməməlidir. Ancaq bu uşaq ki, ananın bətninə düşdü, sonra dünyaya gəldi, bu ana ilə birbaşa bağlıdır. Birbaşa bağlıdır. Ona görə ana evladın tərbiyəsində birinci dərəcəli rol oynayır. Ancaq bəzi atalar var, ona da deyəcək, bəzi atalar var. Elə bir ki, bu ana uşağı dünyaya gətirdi, daha ata vəzifəsini yerinə yetirdi. Ayha, yox. Ata da evladın tərbiyəsində. Özü xüsusən, qabaqlar bir 50 il bundan qabaq, nə bilim, 80 il bundan qabaq, uşağa bir söz deyərdi, uşaq onu yerinə yetirərdi. O dövrün bir zabitəsi vardı, bir xof vardı, ata, ana, böyük xofu vardı uşaqlarda. Ona görə nə deyərlər, eləyərlər. İndi axı elə deyil axı. Uşaqları elə böyüdürür ki, uşaq nə istədi? Mən dəfələrlə televiziya çıxışlarımda deyirəm ki, uşaq hər nə istəsə, onu icra eləmə. Vur əlinin üstünə. O olar, bu olmaz. O olar, bu olmaz. Uşaq olmazı bilsin. Bir də görürsən, genel bir dənə belə arxaik sözlər. Uşaq o qədər zıqqılıq edir, yəni o qədər ağlayır, o qədər özü. Nə istəyir, verirlər. Nə istəyir, eləyir. Olmaz belə. Uşaqlara yoxdunu öyrətmək lazımdır. Uşaqlara olmazını başa salmaq lazımdır. Təkcə, mən bir dənə söz deyirəm, yenə də kimsə məni qınar. Ağlamaqla uşağın gözünün sürməsi getməz. Dədə-babadan eşitmişik. Nə olsun, uşaqdır da bunu istədi, mağazinə istədi, sənin də imkanın yoxdur. İndi gedib şansıdan borc eləyəcəksən, yoldan keçəndən borc eləyib, o uşağa nəsə alıb verməlisən. Uşağa nə eləmək lazımdır? Başa sal ki, olmaz. Olmaz deyəndə görürsən, yenə başa düşmür, əlinin üstünə bir dənə vurcunan ki, uşaq bilsin ki, xoş rəftar nədir, acı rəftar nədir. Ona görə mən belə dərk eləyirəm bu yaşımda ki, uşaqların tərbiyəsi yalnız evdədir. Məktəbdə o da tərbiyə deyə söhbəti yoxdur. Məktəb də bir ictimai tərbiyənin bir növüdür, bir yoludur. Ancaq uşaq evdə nəyi görür? Atasından, anasından, qardaşından, bacısından onu icra edir. Yaxşı tərbiyə görmüş uşaq məktəbdə də yaxşı tərbiyəli aparır özünü. Tərbiyəli aparır. Evdə tərbiyə görməyən və yaxud da ki, belə bir dənə rus sözü deyim də, besprizorni olanda uşaq məktəbdə də hələ olur. Sonra böyüyəndə cəmiyyətdə də hələ olur. Nizam, intizam insan üçündür, heyvan üçün deyil. Nizam, intizamını başa salmaq lazımdır. Bunu belə. Onu yenə deyirəm ki, birbaşa ailənin böyüklərindən, atadan, anadan asılıdır. Uşağın tərbiyəsi və məxsusən də adadan. Analar, evlatlarınızı ailəyə məhəbbətlə böyüdün. Özünüzə məhəbbətlə böyüdün.
atalarına, nənələrinə, babalarına məhəbbətlə böyüyün. Əks halda onlar gəlib müəyyən yaşa çıxanda o məhəbbəti siz də görə biləsiniz. Yoxsa görməyəcəksiniz. O zaman ki peşman olarsınız, onda gec olar. Ona görə hər şeyi tez eləmək lazımdır ki, sonra gec olmasın. Təşəkkür edirəm. Təvəkküləm. Allahdan sizə can sağlığı, uzun ömür arzulayırıq ki, cəmiyyətimiz sizin bu dəyərli ağsaqqal fikirlərinizdən yararlansın. Sağ ol qadınım. Sağ ol. Minnətdaram.